Hörmətli izləyicilərimiz, yenə də suallar izahına davam edirik. Qeyd edim ki, bu suallar WhatsApp kanalımızda paylaşmışıq. Siz də bu suallar tam şəkildə işləmək istəyirsinizsə, əvvəlki postlara, YouTube postlarına keçərək kanalımıza qoşula və bu suallar işləyə bilərsiniz. Mən gündən-günə bu gözəlləşən işıqlı dünyadan necə əl çəkim? Cümləsi ilə bağlı səhv fikri müəyyən edin. Bizə nə lazımdır? Səhv fikir. Sualı əvvəlcə diqqətlə oxumalıyıq. Bunu yadımızda həmişə saxlayaq. Yalnız qrammatik mənası olan sözdə işlənmişdir. Bəli, yalnız qrammatik mənası olan söz nə deməkdir? Köməkçi nitq hissəsi. Köməkçi nitq hissəsi bəli, sözü nədir? Nidadır. Nida. 2. A bəndi doğru fikirdir. Sözün quruluşçu hər üç növünə aid söz işlənmişdir. Sözün quruluşçu uşaqlar neçə növü var? 3 növ var. Sadə, düzəltmə və mürəkkəb. Biz hər birinə aid söz tapmalıyıq. Burada demir hansı nitq hissəsi, yalnız sözə baxır. Baxın, mən sadə. Mən sözü sadə. Gündən-günə mürəkkəb, gözəlləşmək, gözəlləş. Bu da düzəltmə. Hər üçü var. Heç ikinci misraya baxma ehtiyacı yoxdur. Bu da doğru fikirdir. C bəndi. Əvəzliyin 3 məna növü işlənmişdir. İndi biz baxaq əvəzliklərə. Mən şəxs əvəzliyi, bu işarə əvəzliyi, necə sözü isə sual əvəzliyidir. Bu da doğru fikirdir. Yəni 3 növü var. Bunu da çıxırıq. Və Y bəndi bir sifət işlənmişdir. Mən gündən-günə bu gözəlləşən işıqlı necə dünyada əl çəkim. Burada da işıqlı sözü nədir? Sifətdir. Yalnız bir sifət işlənmişdir. Bu da doğru fikirdir. İndi D bəndinə baxaq. Mübtada isim ilə ifadə olunmuşdur. Əvvəlcə biz xəbər tapaq. Nə edim? Əl çəkim. Kim? Mən. Burada mən sözü var. Bayaq dedik şəxs əvəzliyidir. Mübtada mən sözü ilə ifadə olunmuşdur. Mən sözü isə isim yox. Nədir? Əvəzlik. Bəli, yanlış cavab D bəndi oldu. Mübtada isim ilə yox, şəxs əvəzliyi ilə ifadə olunmuşdur. Cavab oldu D bəndi.